Gəlin sizlərlə DNT-də nukleotidlərin bir-biri ilə birləşdiyi rabitələr haqqında danışaq. Ümumiyyətlə, DNT dezoksiribonuklein turşusu iki zəncirdən təşkil olunmuşdur. Birinci zəncir və ikinci zəncir. DNT-nin monomerləri nukleotidlərdir. Hər bir nukleotid azot əsasından, karbohidrat qalığından və ortofosfat turşusundan ibarətdir. Azot əsasları 4 ədəddir. Adenin, sitozin, timin və guanin. Və ikinci zəncirin qurulması zamanı azot əsasları bir-biri ilə komplementarlıq prinsipinə əsasən düzülür. Adeninin qarşısında timin, sitozinin qarşısında isə guanin durur. Adenin ilə timin arasında bu göstərdiyim 2 qat rabitə hidrogen rabitəsidir. Sitozin ilə guanin arasında isə bu 3 qat rabitə hidrogen rabitəsidir. Azot əsasları haqqında məktəb dərsliyində onların şəkilləri verilmişdir. Sitozin, guanin, adenin və timin. Burası isə erintədə olan azot əsasıdır. Burada adenin və guanin iki hissəlidir. Ona görə də bunlar purin azot əsaslarına, sitozin və timin isə pirimidin azot əsaslarına aiddir. Tərkibində oksigen olmayan azot əsası isə adenindir. İndi DNT-də bir var birinci zəncirin əmələ gəlməsi. Bir də var iki zəncirin molekulun əmələ gəlməsi. Molekulun əmələ gəlməsini dedik ki, bir-biri ilə hidrogen rabitələri ilə birləşmə əmələ gətirir. Zəncirlər isə bir-biri ilə, bu məsələn bir nukleotid kimi götürsək, birinci nukleotidin karbohidratı, ikinci nukleotidin ortofosfat turşusuyla, sonra o həmin ortofosfat turşusu yenə karbohidratla birləşmə əmələ gətirir. Yenə ikinci nukleotidə baxaq, digərinin ortofosfat turşusuyla. Yəni burada birləşmə necə gedir? Karbohidrat və ortofosfat turşusu arasında kovalent rabitə gedir, yaranır. Bu zaman su çıxır və məsələn birinci zəncirdə 100 nukleotid iştirak eləyibsə, nə qədər su yaranıb desə, deyəcək ki, 99 molekul su yaranmışdır. İndi burada nəyə nəzər yetirmək istəyirəm? Məsələn, sizdə məsələlərdə belə soruşula bilər. Adenin nukleotidini soruşa bilər və adenin azot əsasını. Əgər soruşularsa, zəncirin əvvəlində gələn adenin azot əsası hansı rabitələrdən birləşmə əmələ gətirmişdir? Bir buradakı kovalent rabitəni, bir də buradakı 2 hidrogen rabitəni götürüb 3 deyəcəyik. Zəncirin əvvəlində gələn azot əsası və yaxud da zəncirin əvvəlində gələn adenin nukleotidi isə buradakı kovalent rabitə və buradakı 2 hidrogen rabitəni götürəcəyik. İndi zəncirin ortasında gələn timin nukleotidinə baxaq. Burada isə 2 hidrogen rabitəsi və ortasında gələndə isə bir özündən əvvəlki kovalent rabitə, bir də özündən sonraki kovalent rabitə. Onda əgər zəncirin ortasında gələn nukleotidi soruşsalar, 1, 2 və 2 hidrogen rabitəsi ümumilikdə 4 rabitə götürəcəyik.